Sevgili dolçalar ve yükselen dolçalar, 16-22 iyun həftəsində neler yaşayacaksınız? Bu həftəyə ayın dolça bürcünə davam edən hərəkətinə başladığınız üçün xarici görünüşünüzdə dəyişikliklər etmək istəyə bilərsiniz. Maliyyə ilə əlaqəli mövzulara yönələ bilərsiniz və Marsın qız bürcündə hərəkət etməyə başlaması nəticəsində kredit, borc, miras, vergi və sığorta ilə əlaqəli işləriniz varsa, bu həftə bu işləriniz nəticələnə bilər. Eyni zamanda yeni bir kredit çəkmək, yeni bir maliyyə investisiyası etməklə əlaqəli mövzular gündəminizə gələ bilər. Bu həftə borclarınızı ödeyə bilərsiniz. Sevgi münasibətinizdə partnyorunuzla aranızda güc savaşlarına daxil ola bilərsiniz. Diqqətli olmağa çalışın. Xüsusilə də sevgi münasibətində mən dediyim olacaq kimi davranışlar sərgiləyə bilərsiniz. Gözlənilməyən maliyyə xərcləmələri edə bilərsiniz. Şəxsi inkişafınıza bu həftə zaman ayıra bilərsiniz. Subay olan dolça bürcləri bu həftə yeni biriləri ilə tanış olub yeni sevgi münasibətinə addım ata bilərlər və Günəşin xərçəng bürcündə hərəkət etməsi nəticəsində gündəlik iş temponuz arta bilər. Özünüzü biraz yorulmuş hiss edə bilərsiniz. Evcil heyvanlarınızla əlaqəli mövzular gündəminizə gələ bilər. İşlə əlaqəli mövzularda biraz gecikmələr yaşaya bilərsiniz. Mailləri səhv göndərə bilərsiniz. Mesajları yanlış anlaya bilərsiniz və işdə diqqət əksikliyi yaşaya bilərsiniz. Diqqətli olmağa çalışın.